Çıkan Öləzgi mətbəxinin məşhur ləzzəti. Görəsən yeyib də bəyənməyən varmı? Bu yaxınlarda Qusarda hazırlanmasının şahidi oldum. Dedim bunu mən də hazırlayacağam. Un, su, duzdan ibarət orta yumşaqlıqda sadə xəmir yoğrulur. Xəmiri yoğurub dincəlməyə qoydum. Bu arada içliyi hazırladım. Mütləq quyruq da əlavə etdiyim qoyun və mal əti qarışığına gördüyünüz şəkildə doğrayıb kartof və soğan əlavə edirəm. Duz və dadını əsaslandıran bolluca qara istiot əlavə etdim. Adətən zövqə görə içliyə kəklik otu da əlavə edilir. Dincəltdiyim xəmiri kündələrə ayırdım, yenidən bir qədər gözlədim. Mən 2 ədəd çıkan nəzərdə tutmuşdum deyə 4 kündə hazırladım. Gözlətdiyim kündələrimi yaydım. Yaydıqdan sonra üzərini əritdiyim kərə yağı ilə yağladım. Hər tərəfinin yağlandığından əmin olun. Xəmiri əvvəlcə rulet kimi, sonra göstərdiyim şəkildə büküb bir qədər dincəlməyə qoyuram. Budur, çıkanın qat-qat xəmiri demək olar ki, hazırdır. Kündələrimi bir qədər gözlətdikdən sonra 2 kündə götürüb birini alt, digərini isə üst hissəsi üçün yayıb hazırlayıram. Soba listini yağlayıb yaydığım xəmiri yerləşdirdim. İçlikdən də bolluca əlavə edib üzərini digər xəmirlə örtürəm. Xəmirin kənarlarını büküb bərk bağlayın ki, bişərkən açılmasın. Sonda isə üzərini kərə yağı ilə incə yağlayıb çəngəllə bir neçə yerdən dəlib sobada alt-üst rejimdə tam qızarana qədər bişirdim. Üzəri xırçıltılı, içi şirəli və ətirli çox ləzzətli olur. Hazırlayan hər kəsə nuş olsun.